Bacımız bizə sosial şəbəkə üzərindən müraciət edərək vəziyyətdən pis, acınacaqlı olmağını bildirdi. Hal-hazırda xərçəng xəstəliyinin əziyyət çəkir. Üzr istəyirəm, üzr istəyirəm. Döş nahiyəsi götürülüb, hə, elədir? Hə, döş nahiyəsi götürülüb. Bütün sənədləri var, gözəl insanlar. Bacı, buyur, haqqında məlumat ver. Mən elə bir xərçəng xəstəsiyəm, 3-cü dərəcəli. 2 dəfə əməliyyat olmuşam. Bir dəfə sinəmi götürüblər. Bir dəfə də qarın nahiyəmdə əməliyyat olmuşam. 6 dənə ximiya almışam. 12 dənə şu almışam. İndi də xəstəlik ağciyarıma keçir. Ağciyarıma keçir, ona görə sizə müraciət elədim, qurbanlarım. Göydə Allah yerdə sizə, sizi kimi yaxşı insanlara sığınmışam mən də. Allah hər birinizin kömək olsun. Allah bu xəstəliklə heç kəs imtahana çəkməsin. Vallahi çox əziyyət çəkirəm. Ağciyarda ən əhvasını bir şeydir də, yəni hamısının qarşısını almaq olur, ağciyarın yox. İndi buna görə mən müraciət eləmişəm sizə. Demək, gözəl insanlar, gəlin canlı yayıma, bacımıza dəstək olun, köməkli eləyəyin. Allah deyirəm, 1 manat, 3 manat köməkli eləsə, yəni ayağa qaldıra bilərik. Bax, o xəstəliyin qarşısını ala bilərik. Xərçəng xəstəliyi çox pis xəstəlikdir.